Çörək yalnız bir qida deyil, kənd təsərrüfatının, şəhər quruluşunun və sivilizasiyanın yaranmasının simvoludur. 12-14 min il əvvəl Mezopotamiya və Levant bölgəsində insanlar vəhşi buğda və arpa növlərinə rast gəldi. Natif mədəniyyətinə aid alətlər, daş oraq və toxum toplama qabları çörək üçün ilk taxıl toplama izləridir. İnsanlar taxılı iki böyük daş arasında əzərək un əldə etməyə başladı. Bu, dəyirman texnologiyasının başlanğıcıdır. Un, su qarışığında ilk xəmir formalaşdı. Bu qarışım bir növ yeyilə bilən çamur kimi istifadə olunurdu. Xəmir isti daşların üzərinə çəkilir və günəşdə alov üstündə və ya qızmış daşlarda bişirilirdi. Mesopotamiyada gil və daşdan hazırlanmış konus formalı soba, təndir daha bərabər istilik təmin edirdi. Şumer gil lövhələrində çörək növlərinin adları yazılır, bəzi reseptlərdə bal, yağ və ədviyyatlar da olurdu. Açıq havada qalmış xəmir təbii maya və bakteriyalarla reaksiyaya girərək şişməyə başladı. Bu çörəyin yumuşalmasını təmin etdi. İnsanlar xəmirin bir hissəsini saxlayıb növbəti xəmir üçün istifadə edərək ilk maya mədəniyyətini yaratdı. Qədim Misirdə toxumların daha incə üyüdülməsi üçün ayaqla çevrilən dəyirmanlar icad edilmişdi. Misirdə 40-dan çox çörək növü var idi. Bunların bəziləri heyvan fiqurları şəklində bişirilirdi. Misirlilər pivə mayasından çörək üçün istifadə edir və beləliklə maya kulturasını inkişaf etdirirdilər. Arxeoloji tapıntılar işçilərin gündə 3-4 dəfə çörək və pivi ilə qidalandığını göstərir. Yunanlılar çörəyə zeytun yağı, otlar və ədviyyatlar əlavə edərək ilk gastronomik çörək növlərini yaratmışdı. Qədim Yunanistanda daş sobada yüksək temperaturda bişirilən çörək növləri ortaya çıxmışdı. Romalıların Pistrina adlı çörək mərkəzlərini qurdu. Bir növ antik fabrik kimi çörəkçiliyə peşə statusu verildi. Ustalar və şagirdlər sistemləşdirildi. Romalılar onu təmizləmək və daha incə etmək üçün ələk sistemini təkmilləşdirmişdilər. Çörək bazarının əsas məhsulu olduğu üçün Avropada hökmdarlar çörək üzərinə vergi tətbiq etmişdi. Ağ buğda unu bahalı olduğuna görə zadəganlar ağ çörək yeyirdi. Kəndlilər isə arpa və çovdar çörəyi yeyirdi. Kərpiç sobalar istiliyi daha bərabər yayaraq çörəyin keyfiyyətini artırdı. Buxar gücü ilə işləyən dəyirmanlar un istehsalını çox sürətləndirdi. 19-cu əsrdə laboratoriyada maya istehsalı standartlaşdırıldı. Çörək daha yüngül və tez şişən oldu. 19-cu əsrin sonlarında maya və un texnologiyası çörəyin yavaş bayatlamasını təmin etdi. Amerika Birləşmiş Ştatlarında ilk dilimlənmiş çörək satıldı. Dünyanın ən böyük ixtirası kimi təqdim edildi. Plastik və kağız paketlənmənin icadı çörəyin saxlanma müddətini uzatdı. Lavaş, pilta, tortilla, baget, nan hər növ mədəniyyətdən öz taxılı növünə görə çörək yaratdı. Avtomatik xəmir yoğurucular, sənaye sobaları və ferment texnologiyaları çörəyin istehsalını optimallaşdırdı. Çörək insanlıq tarixi boyunca kənd təsərrüfatı, sənaye, mədəniyyət və texnologiyanın inkişafını izləyən ən böyük qidalardan biridir.